Əhval-Ruhiyyə ilə davam edirik əzizlərim. Salamlayıram hər birinizi. Proqramımızın ikinci hissəsində də görüşünüzə gəldik. Canlı, hər an bizə qoşula bilərsiniz. Çünki bilirsiniz, proqramımız canlı yayımlanır. Qaynar xəttimiz ekranlarınızda 055-254-0106. TikTok canlı yayımımızdan hal-hazırda dünyanın müxtəlif ölkələrindən, Azərbaycanın müxtəlif bölgələrindən bizi izləyən yüzlərlə insanlar var, xoş söz yazan insanlar var. Təşəkkür eləyirəm bu aktivliyiniz üçün, bu sevginiz üçün, bu baxımlı etdiyiniz üçün bizi. Minnətdaram hər birinizə və yeni qoşulan tamaşaçılarımızı da salamlayım və qeyd edim ki, hal-hazırda studiyamızın çox gözəl, çox dəyərli bir həkim qonağı var. Əminəm, indi onu da görmək istəyirsiniz. Nərgiz Tibb Mərkəzinin baş həkimi, tibb elmləri doktoru Məlahət Qəhrəmanova bizlə bərabərdir. Xoş gəlmişsiniz, doktor. Çox sağ olun, təşəkkür eləyirəm. Bugün də çox gözəl bir gündür. Doğrudan da bu verilişə gələndə mən də çox yüksək ab-hava ilə gəlirəm. Buradakı personalın qarşılamağı, o da çox önəmlidir. Bəli. İnsanların bir-birinə gülər üzü, münasibəti. Deyərdim ki, insan üçün ən gözəl ruh yüksəkliyidir. Maşallah olsun doktor və doktorumuz bizim proqrama gələndə hər zaman gözəldir, amma bizim verilişə gələndə bir ayrı. Xüsusi bir gözəllik qatıraq. Bəli, var olasınız. Çünki doğrudan da televiziyada estetikanı sevir, televiziyada gözəlliyi sevir və əsas məqsəd də odur ki, yəni bu da bir xanımlar daha da əziyyət çəkirlər. Xanımların tərəfindən danışacağım. Çünki efirə çıxarkən biz daha çox vaxt sərf eləyirik. Təbii ki, amma bu səliqə səhman yerində olmalıdır. Bayaqları biz kadr arxası danışanda belə bir şeyə mən toxundum ki, mən sevirəm ki, hər bir qadın hara gedəndə ora uyğun geyimi olmalıdır. Getdiyiniz məkan, getdiyimiz yer, istər ad günü olsun, istər toy olsun, istər rəsmi görüşlər olsun, hər yerin öz geyimi olmalıdır. Hər yerdə insan özünə dəyər verməlidir. Mən buradan xanımlarımız həmişə məndən danışırlar, diskusiya edirlər. Klinikaya gələndə deyirlər ki, televiziyada çox kök görürsünüz, həyatda tam fərqlisiniz. Bunlar çox xoşdur. Amma heç bir vaxt mən həmişə deyirəm, xanımlarımız sağlamlığın təməli onun əhval-ruhiyyəsi görünüşündən asılıdır. Sağlam insan, sağlam ruh niyə deyirik? İnsan həyatda pozitivə yüklənməlidir. Həyatınızı olduğu kimi qəbul edib və onu gözəl yaşamağı insanın öz əlindədir. Bədbinlik, məsələn, ruh düşkünlüyü, bunlar insan sağlamlığı üçün ən böyük zərbədir. Bəli. Adi bir şeylə insanlar əvvəl xoşbəxt olurdu. Adi bir aldığımız bir pərdə ev üçün, ya bir əşya, ya bir geyim, adi bir şeylə o qədər sevinirdi. İndi o qədər hər şey var. İnsanlar hey narazıdır. Bu sevinmək duyğusunu çox təəssüf ki, bəzilərimiz itirmişik. Amma bayaq Məlahət xanım çox gözəl bir məsələni vurğuladı. Bütün bu dediklərimiz də sağlamlığa aiddir. Və adi bir gülüş belə qan dövranını yaxşılaşdırır. İndi deyəcəksiniz ki, bu yalandır. Vitamin C-ni artırır. Bəli, ay sağ ol. Birini də Məlahət xanım əlavə elədi. Bəli, onda da qan dövranı yaxşı olur. Yaxşı olur, bəli, elədir. Ona görə bolluca gülün, üzünüzdən təbəssüm əskiyi olmasın və biz də çalışırıq ki, nə qədər bəzən görürsən, bizim də əhvalımız olmur, bəzən o deyim, sağlığımız buna imkan vermir, amma biz elə davranırıq. İndi Məlahət xanımın çətin günləri olmur və yaxud da bütün günü gərgin qrafiklə çalışır. Hər birimizin o çətinlikdən keçirik. Bəli. Amma onu kiməsə yansıtmağın, kimləsə danışmağın, kimsə bölüşməyin mən sevmirəm. Tam razıyam. Bax, 20 ildir siz efirlərdəsiz, 20 ildir də mən nəyə görə deyirəm? Çünki Məlahət xanımla biz bərabər olub. Məlahət xanım ilk dəfə bizim səhərdə, məhz mən verilişdə olduğum, aparıcısı olduğum bizim səhərdə qonaq gəlmişdi. Bərabər addımlamışıq. Və bu 20 il ərzində olmadı ki, mən bir dəfə qızdırmam 38 olsun, 39 olsun. Mən efirdə deyim ki, mən bugün narahatam, mənim qızdırmam var. Mən biraz belə bədbin olacam. Yox, belə bir şey olmayıb. Biz bunu ötürə bilmərik. Bizim əsas məqsədimiz odur ki, işimizi layiqincə edək və insanlara pozitiv ötürək. Doktor, mən sizi təbrik eləmək istəyirəm. Elə xoş əhval-ruhiyyədən danışmışkən, bilirsiniz ki, Nərgiz Tibb Mərkəzi artıq uzun illərdir ki, fəaliyyət göstərir və dəyərli baş həkim Məlahət Qəhrəmanova, onun titulları çoxdur. Bilirsiniz ki, həm də bir ixtiraçı həkimdir. Təkcə Azərbaycanda yox, elə dünyanın bir çox ölkələrində, hətta Londonda belə bizim doktorumuzu tanıyırlar. Bizim dəyərli doktorumuz məhz İngiltərə,
Oksford Liderlər Sammitində ixtiralarına görə Oksford Birliyinin fəxri professoru diplomu və qızıl medalı ilə təltif olunub. Bax, bu görüntülərdə həmin o tədbirdən, həmin o mərasimdəndir və bu medal hal-hazırda Azərbaycandadır. Bundan başqa bizim dəyərli Məlahət xanım tərəqqi medallı həkimimizdir. Cənab İlham Əliyev tərəfindən tərəqqi medalına layiq görülüb. Uğurları bol olsun hər zaman və bir yerdə dayanmır. Bu qadın daim çalışır. Gözəlliyi ilə, baxımlığı ilə yanaşı, pasientlərinə xüsusi diqqəti ilə yanaşı və gərgin qrafiklə çalışır və yeniliklər ortaya qoyur. Və bu yenilikləri mən istəyirəm sözlə yox, görüntülərlə görək. Gəlin bu sujeti izləyək, sizə də aydın olacaq. Dərhal sonra doktorumuzun da bu barədə çıxışını eşidəcəksiniz. Parazitologiya mərkəzinin açılışı. Alqışlarınız. Çox sağ olun, uğurlar. Uğur olsun. Bugün Parazitologiya Mərkəzinin açılışıdır. Oktyabrın 3-4-də bizdə Beynəlxalq Azərbaycanda ilk dəfə parazitologiya konfransı keçirildi və ondan sonra qərarı aldım ki, bu konfransdan sonra biz mərkəzimizi Parazitologiya Mərkəzi edək. Parazitologiya Mərkəzi bugün nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrində gündəmdə olan bir diqqət mərkəzində olan bir mövzudur. Ona görə ki, parazitar xəstəliklər insan orqanizmi üçün çox zərərlidir və insan orqanizmində bir çox fəsadlar yaradır. Və bildiyiniz kimi parazitologiya, tibbi parazitologiya kitabını da ərsəyə gətirdim. 450 səhifəlik kitabdır. Bu tibb universitetində dərslik kimi verildi və həmçinin qəbul olundu və həmçinin də onu qeyd edim ki, bu mərkəzdə tibbin parazitologiya sahəsində olan bütün yenilikləri olacaq. Onu qeyd edim ki, mən buna illərimi qoymuşam və bunun üzərində illərlə çalışmışam. Heç axırıncı kadrdan xəbərim olmayıb. Uşaqlar onu salıblar, heç xəbərim olmayıb necə çəkiblər. Çox gözəl. Çox gözəl keçdi. Hər bir işimizə uğur versin. Amin, xeyirli hər kəsə uğurlu mən olsun. həmişə dua eləyirəm. Deyir, qonşunu 2 inəkli istə, birini də sənə Allah qismət eləsin. Doğrudan Ona görə elədir. həmişə hamıya yaxşı işlər, yaxşı günlər arzulayın ki, sizə də Allah daha yaxşısını qismət eləsin. Xeyirli uğurlu olsun. Çox sağ olun, yəni, təşəkkür uzun edirəm. illərdir ki, siz bu üzrə ixtisaslaşmışsınız Baxın, bu klinika. mən sizə bir söz deyim. 2006-cı ildə mən ilk işlərimə başlayan zaman, mən parazitologiyadan danışanda, çoxları bəziləri mənə irad tuturdu ki, Məlahət xanım parazitləri çox gündəmə gətirir. Amma bugün bütün dünya Səhiyyə Təşkilatı da bunu təsdiqləyir ki, bir çox xəstəliklərin törədicisi məhz parazitlərdir. Ona görə biz orqanizm üçün faydalı olanları da var, zərərli olan bakteriyalar da var. Bugün dünyanın hər yerində infeksiyalar, bakteriyalar, parazitlər çox yayğındır. Baxın, koronavirus virus olaraq bütün dünyanı iflic elədi. Bəli. Parazitar xəstəliklər, bəli, uzun müddət bütün dünyanı iflic. Bu da virus, bakteriya, parazitlər, bunlar hamısı həyatımızda var və olacaq. Bəli. Amma bunlarla zamanında mübarizə aparmaq, zamanında düzgün müalicə eləmək
çox önəmlidir. Doktor, indi deyirlər ki, məsələn, mən baxıram, bütün izləyirəm bu dünya tibbini də və qeyd edirlər ki, parazitlər hətta onkologiya ilə də bağlı birbaşa əlaqəsi sübut olunub və bəzi qurd növləri var ki, onlar onkologiyanın da meydana çıxmasına, yaranmasına səbəb olur. Orada parazitlər uzun müddət orqanizmdə yaşayanda orqanizmin hər hansı bir hissəsində, məsələn, ağciyərdə nekrozlaşma yaradır və orada o bərkimiş toxumalar get-gedə bəli, onkoloji xəstəliklərə, o şişlər çevrilə bilər. Yəni, bu sübut olunub və alimlərimiz tərəfindən, bütün dünya alimlərinin araşdırmalarında bunlar sübuta yetirilib. Sadəcə, məsələn, ağciyərdə olan, məsələn, rentgen zamanı krupoz pnevmoniya kimi görünür. Məsələn, yanlış olaraq onu parazitlə müalicəsinə aparılmır. Tək pnevmoniya kimi müalicə aparıldıqda belə effekt almaq mümkün olmur. Məsələn, istər uşaqlarda, istər böyüklərdə uzun müddətli, davamlı öskürək ola bilər, allergik həssaslıq ola bilər, mədə-bağırsaq problemi ola bilər, nəfəs almanı çətinləşdirə bilər ağciyərdə, əgər o problem yaranırsa, qaraciyərdə məskunlaşırsa, baxın, exnokoklar bugün çox yaygındır. Exnokoklar özü də təbii ki, qaraciyəri məhv eləyir, qaraciyərdə müəyyən problemlər yaradır. Askaridozlar, məsələn, bəzi qurd növləri var ki, onlar mədə-bağırsaq sistemində çox böyük problemlər yaradır ki, immun sistemi zəiflədir. İmmun sistemi zəiflədikcə vitamin balansı azalır. Vitamin balansı azaldı. İstər saçın tökülməsində, istər uşaqların tez-tez xəstələnməsində görün nə qədər bir anın içində nə qədər şey saymaq olar. Yəni bunları bilə-bilə, yəni onun üstündən keçmək olmaz. Parazitlərin də növləri fərqlidir və onların da yaranma səbəbi, orqanizmdə yaşama müddəti, onların elədikləri fəsadlar yanaşı gedişli xəstəliklərlə olduqda, bəzi xəstəliklər var ki, onlarla yanaşı getdikdə, onun normal müalicəsi getmədikdə xəstəyə çox böyük ziyanlar vurur. Daha ağır fəsadlarla üzləşirlər. Məsələn, birbaşa haşlanan qurdları ali sinir sisteminə təsir edir. Əgər bunu müalicə eləmədiyi zaman nevropatoloqun elədiyi illərlə müalicə istənilən nəticəni verməyə bilər. Çünki haşlanan qurdları, cırtdan qurdlar deyirlər, onlar uzun müddət orqanizmdə özü-özünü yaradır və çox geç təmizlənən bir parazit növüdür. Təəssüflər olsun ki, haşlanan qurdu Azərbaycanda bugün yaygın olsa da, bəzi analizlərdə heç vaxt rast gəlinmir. Amma bizim klinikamızda onun müayinəsi və müalicəsi bugün parazitologiya mərkəzi olaraq da orada müəyyən, məsələn, yaygın olan parazit növləri var ki, onların müayinə və müalicələri çox xüsusi panellərimiz var, allergen qanda ifa üsulu ilə yoxlamalar var, yaxmalarda yoxlanmalar var və hər tərəfli bunun müayinə və müalicəsi klinikamızda aparılır ki, istənilən hər bir kəs bunun müalicəsini klinikamızda ala bilər. Və mən bir məsələni də qeyd etməliyəm. İndi doktorumuzun əlaqə nömrəsini, onunla əlaqə saxlamaq istəyən izləyicilərimiz var və qəbuluna getmək istəyən izləyicilərimiz var. Nərgi Tibb Mərkəzinin nömrələrini ekranlarda görürsünüz. 051 388 70 70, 012 541 70 70 və bir neçə xəbər var. Mən bu xəbəri bizi Gəncədən izləyən izləyicilərimizə səsləndirmək istəyirəm. Nərgiz klinikasının həkim kollektivi noyabr ayının 15-i tarixində Gəncə şəhəri Logos Psixoloji Mərkəzdə dəyərli Məlayət xanım başda olmaqla nevropatoloq, kosmetoloq, öd qaraciyər, mədə, bağırsaq, parazitar, dəri və saç xəstəliklərinin müayinə və müalicəsi baş tutacaq. Təbii ki, Məlayət xanım özü də orada olacaq. Gəncə və Gəncə ətrafında yaşayan hər kəs müraciət edə bilər. Əlaqə üçün həm ekranda gördüyünüz əlaqə nömrələri, həmçinin də bax bu dediyim 070 226 46 48, 022 267 07 07 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz və yenə də bir səfər olacaq. Bu dəfə noyabr ayının 29-unda və çox soruşurdunuz ki, doktorumuz nə zaman Qubaya gələcək, nə zaman qəbul olacaq. Quba şəhərində, yenə də Quba şəhəri Logos Psixoloji Mərkəzində dəyərli Məlayət xanım başda olmaqla nevropatoloq, kosmetoloq və həmçinin də öd qaraciyər problemindən əziyyət çəkən insanların müraciəti, mədə, bağırsaq,
qırsaq, parazitar, dəri və saç xəstəliklərinin müayinə və müalicəsi həyata keçiriləcək. Təbii ki, Nərgiz klinikasının həkim kollektivi tərəfindən Xaçmaz, Şabran, Siyəzən, Qusar, Xudat, Nabran və elə bax digər bölgələrdən də müraciətlər oluna bilər. Bunun üçün 050 580 46 48 023 336 74 48 və elə Nərgiz klinikasının öz nömrəsi 051 388 70 70 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Doktor, yolunuzu səbirsizliklə gözləyənlər var. İnşallah sağ-salamat gedərsiniz. Allahın köməkliyi. Biz bugünkü mövzumuzdan danışmaq istərdim. Ümumiyyətlə saçın tökülməsi olsun, istər mədə bağırsaq xəstəlik. Hər bir xəstəlikdə biz parazitar xəstəlikləri vurğuladıq. Bəli. Amma saçın tökülməsi uzun illər insanlar bundan əziyyət çəkir və bir çox serumlar, bir çox şampunlar, bir çox müəyyən vasitələr var ki, insanlar balzamdır, geldir, bunlardan istifadə ediblər və nəticə alan da olub, olmayan da olub. Burada bir açıqlama var. Əgər bugün bizim saçlarımızdan şikayətimiz varsa, ilk öncə neyinirik? Gedir bir şampun alırıq, ya bir hansısa həkimin dediyi ya kiminsə dediyi bir vasitədən istifadə edirik ki, saçımız düzəlsin. Amma ilk öncə saçlardan çox daxili yoxlamaq lazımdır. Əgər sizin daxili probleminiz varsa, saçınızda tökülmə də olacaq, saçınızın yağlılığı, kəpəyi, quruluğu ya həddindən artıq saç dibində sızanaqlar, yağlılıq varsa, mütləq müayinə olunmağı məsləhət görərdik. Əgər saç dəri zərər görürsə, demək daxili orqanlarda nəsə hər hansı bir patologiyanın olduğundan xəbər verir. Bəli. Çünki biz bayaq parazitar xəstəlikdən danışdıq. Elə ilk öncə onu da vurğulayım ki, əgər uşaqlar arasında bugün alopesiya xəstəliyi çox yaygındır. Alopesiya xəstələri, məsələn, bugün gün ərzində təzə saçı tökülən, yeni saçı tökülən bir 3-4 xəstə gördüm. Və bu onu deyir ki, yəni insanlar arasında stres faktorlarıdır, həddindən artıq vitamin çatışmamazlıqlardır, mədə bağırsaq xəstəliklərdir, tiroidlərdir, aşırı həddindən artıq antibiotik medikamentoz müalicə alanlardır. Bunlarda təbii ki, saç tökülməsi mümkündür. Saçın müayinə və müalicəsi bizdə daha dəqiq və daha düzgün aparılır ki, burada da ilk öncə daxili müayinələr önəmlidir. Doktor, üzr istəyirəm, nələr önəmlidir saç tökülməsində? Baxıram ki, saç xəstəlikləri, doktorun da dediyi kimi, saç dibində olan səpkilər, sızanaqlar, sebareyadan, yağlılıqdan, quruluqdan əziyyət çəkən insanların sayı həddindən artıq çoxdur. Hal-hazırda canlı yayımımıza da sual yazan izləyicilərimiz var. Bütün suallarınız səslənəcək, doktorumuz hamısını bir-bir cavablayacaq və mövzumuz haqqında da danışacaq. Saç tökülməsindən danışırıq və qonağımız Nərgiz Tibb Mərkəzinin baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanovadır. Qısa aradan sonra davam edirik. Omid mağazalarından möhtəşəm indirim. Neohot su qızdırıcı 24 kilovatlıq indi 110 manat deyil, 89 manat. Gülben duş dayağı 84 manat 90 qəpikdir. Tökülmələr ən çox hormonal problemlərlə yanaşı gedir. Hormonal problemləri olan insanlarda ən çox androgenli tökülmə, yəni kişi tipli tökülmə, qabaq hissədən tökülür ki, bunun üçün də müalicədən öncə mütləq müayinə lazımdır. Müayinə olunduqdan sonra biz ona dəqiq hansı səbəblər. Burada tiroidlərin də rolu var, testosteronun da rolu var, aybaşı gecikməsinin də rolu var, mədə bağırsaq xəstəlikinin rolu var, vitamin balansının zəif olması, vitamin çatışmamazlığı, bunların hər biri təbii ki, saç tökülməsində rolu var. Bayaq parazitar xəstəliklərdən danışdıq. Bir xəstə də sual vermişdi ki, parazitlər səbəbindən saç tökülə bilərmi? Bəli, saç tökülməsinə təsiri varmı? Parazitlərin çox böyük təsiri var. Çünki qurd xəstəliyi olan uşaqların əksəriyyətində dəri xəstəliyi, parazitar xəstəliyi olan uşaqlarda saç tökülməsi olması mümkündür. Əgər bir insanda parazit varsa, qurd varsa, baxır qurdun növündən də çox şey asılıdır. O saç tökülməsinə gətirib çıxarar ki, bu da ən çox nəyi irəli gətirir? Həmin müddətdəki xəstədə vitamin balansı zəifdir, immun sistemi zəifləyir və bu baxımdan da saçın tökülməsi müşahidə olunur.
hormonal problemləri olan xəstələr var, mədə-bağırsaq xəstəliyi olanlar var. Bunların hər birində saç tökülməsi mümkündür. Amma onun qarşısını almaq üçün ilk öncə dəqiq müayinə lazımdır. Müayinədən sonra təbii ki, saçın tökülməsinin qarşısını almaq daha rahat olur və daha effektiv olur. İcazənizlə onda o xəbəri verim izləyicilərimizə. Bax, hal-hazırda bizi izləyən, eşidən izləyicilərimiz Nərgiz Klinikası başda Məlaət xanım olmaqla çox gözəl bir şərait yaradır. Bilirsiniz ki, bax, elə hal-hazırda görüntülər də onunla bağlıydı. Mikroskopik görüntü, saç dibinin mikroskopik görüntülənməsi, müayinəsi pulsuz şəkildə, ödənişsiz şəkildə sizə təklif olunur və yetər ki, siz öz probleminizi tapmaq istəyəsiniz. Mən baxıram, hər yaşdan olan insanlar saç tökülməsindən əziyyət çəkdiyini qeyd edirlər, müxtəlif suallar yazırlar və saçın mikroskopik müayinəsi ödənişsiz şəkildə Nərgiz Tibb Mərkəzində 051 388 70 bəli, elə həmin müayinədir. Bu müayinə sizin üçün ödənişsiz olacaq. Nə gözəl. Mikroskopik müayinə ödənişsiz olacaq. Günay xanımın verilişindən gələn hər bir xəstəyə biz o güzəştə eləyəcək. Doktor, TikTok izləyicilərimizə də verir. Bəli, TikTok izləyicilərimiz də bəli, paralel burada canlı yayında eynidir. yazırlar. Minnətdaram bu aktivliyiniz üçün. Saç tökülməsindən danışırıq. Doktor, bax, deyir ki, qaraciyərimdə problemlər var, ödümdə durğunluq var. Saç tökülməsi ilə qaraciyər və öd problemləri arasında da əlaqə varmı? Baxın, ödün qaraciyərin deməzdim o qədər yox. Amma qaraciyərin belə bir əlaqəsi var ki, bizim vitamin depomuz qaraciyərdədir. Əgər qaraciyərdə hər hansı bir problem yaranırsa, saçda tökülməyə meyillilik ola bilər ki, bu da vitamin balansının zəif olmasından irəli gəlir. Bir də doktor, saç yağlanması ilə bağlı çox yazırlar. Həm yeniyetmələr var, həm də 30-dan 40-dan yuxarı yaş qrupundan olan izləyicilərimiz yazırlar ki, aşırı saç yağlanmasından əziyyət çəkirik, qarşısını necə ala bilərik? Qarşısını ancaq onun dəqiq müayinəsindən sonra almaq olar. Çünki burada hormonlar çox önəmlidir. Hormonal problemi olan insanlarda dəridə, saçda yağlılıq daha çox olur. Ona görə də buyurub müraciət eləyə bilərsiniz. Hal-hazırda belə bir fürsət də var. Mikroskopik müayinə ödənişsiz şəkildə. Bundan başqa bizə parazitar xəstəliklərlə, qurd xəstəlikləri ilə də bağlı yazan izləyicilərimiz var və söyləyir, salam Günay xanım və Məlaət xanım, dəyərli həkimimiz, askarit qurduna nə qədər müddət ərzində müalicə lazımdır? Baxın, askarit qurdu 2 ay, 3 ay müddətinə tam təmizlənə bilər. Məsələn, bir tabletkanı 3 gün içməklə askarit qurdu təmizlənmir. Lap 1 ayda içsən, hər 15 gündən bir məsələn bunu qəbul eləməlidir ki, o tam müalicə olunsun. Bizdə müalicələr tam təbii sularla aparılır. Heç bir qaraciyərə mənfi təsiri yoxdur. Təbii vasitələr olduğu üçün hər kəs onu rahatçılıqla uşaqdan böyüyə içə bilər. Və bir izləyicimiz yazır ki, Məlaət xanım çox mehriban doktordur, bugün qəbulunda oldum, çox xoş qarşıladı. Məlaət xanım həmişə belədir, xüsusən də pasiyentlərinə qarşı o nəvazişi ilə seçilir və hər kəsi çox diqqətlə dinləyir və onun probleminin həll yollarını axtarır. Buna görə də təşəkkür edirik doktorumuza. Doktor, daha bir izləyicimiz yazır ki, saçım çox tökülür, amma səbəbini bilmirəm. Görəsən səbəbi nə ola bilər? 28 yaşım var, qadın cinsiyəm. Qadınlarda saç tökülməsi təbii ki, tiroidlərdən, hormonal problemdən ola bilər, stres faktoru ola bilər, mədə-bağırsaq problemi ola bilər, məsələ parazitar xəstəliyi ola bilər. Bunu dəqiq araşdırdıqdan sonra daha effektiv müalicə ala bilərlər. Balzam və gellərimizi hər kəs istifadə edib ala bilər, amma burada bir məqamı deyim ki, sağlam olarkən saçınıza qulluq eləyin. Xəstələndikdən sonra, müəyyən xəstəliklərdən sonra saça qulluq biraz uzun müddət zaman alır və düzgün müalicə ola bilmirlər belə xəstələr. Amma əgər bugün biz saçımızda olan problemlərin dəqiq araşdırmasını aparırıqsa, orada gedən patologiyaları aradan qaldırdıqda saçın müalicəsi daha effektiv nəticə verir və tez bir vaxtda da müalicəsini ala bilər. Saç tökülməsi bu qədər geniş yayılıb, xüsusən də bu günlərdə alopesiya çox yayılıb. Danışırlar bu haqda. Bizim fotolarımız var, əvvəl və sonralarımız var. Hansı ki, məhz Nərgiz Tibb Mərkəzində dəyərli Məlaət xanım tərəfindən aparılan müalicələrin sayəsində, bax, bu əvvəli və sonrası. Artıq sözə ehtiyac qalmır bu görüntüləri görəndə. Amma çox təəssüf edirəm ki,
Uşaqlarda var ki, bu zaman istəyən bir mövzudur. Saçın tökülməsi nə qədər qlobal olsa da, amma xəstəliklər fərqlidir. 10 nəfər, 15 nəfər gəlir, hamı deyir saçım tökülür. O müalicəsini istəyir özündə tətbiq eləsin ki, effekt alsın. Bu yanlış bir fikirdir. Yəni uşaqlarda da, istər böyüklərdə də fərdi yanaşmaq lazımdır və düzgün müalicə aparlarsa effekti də yaxşı olar. Və izləyicilərimiz hamısı sual verirlər, amma hamısı eyni tərzdə deyir ki, dəhşət saçım çox tökülür. Əlavə məlumatlar vermədiklərinə görə mən buradan doktorumuza həmin sualları səsləndirə bilmirəm. Çünki artıq neçənci dəfədir ki, bu sualları səsləndirdim və doktorumuz da qeyd etdiyi kimi xüsusi bir müayinəyə ehtiyac var, ətraflı bir müayinəyə ehtiyac var və hal-hazırda Nərgiz Klinikasında elə bizim verilişimizin adından gedənlərə, TikTok səhifəmizdən yaxınlaşan, müraciət edən pasiyentlərə ödənişsiz şəkildə saç dibinin müayinəsi, bilirsiniz ki, xüsusi şəkildə, bayaq görüntülərimiz də var idi bununla bağlı, saç dibinin müayinəsi, kameralı, görüntülü və bəzən görürsən ki, o saç dibində biz ötən dəfə də bu haqda danışmışdıq, həddindən artıq çox çapıqlar olur. Bəli. Çapıqlar görünür. Baxın, çapıqlaşmış alopesiyadan da danışaq ki, bu uzun müddət müalicəyə tabi olmur. Bu travmadan yaranan alopesiyalardır ki, bunlara doğru düzgün müalicə apardıqda müəyyən ildən, hətta bir il yarıma qədər bu müalicə sürə bilər və onlarda sonradan effekt almaq mümkündür. Aha, bax, saç analizləri yazırlar ki, biz saç tökülməsini müəyyənləşdirmək üçün hansı analizləri verməliyik? Baxın, analizləri xəstənin gəlib danışanda onun anamnezinə uyğun olaraq biz təyin edirik. Məsələn, standart hər kəsə eyni şeyi yaza bilmərik ki, eləsi var əlində analizi olur, eləsi var gedir təzdən analizini götürüb gəlir. Yəni, dəqiq olanda daha effektiv nəticə almaq mümkündür. Çünki düzgün müayinə lazımdır. Və bir izləyicimiz yazır ki, mən vitamin kompleksləri qəbul etsəm, bu mənim saç tökülməmə bir effekt göstərərmi? Baxın, vitamini içə bilərsiniz. Bəlkə elə vitamin var sənin bədənində artıqdır, sən onu normadadır, artıq içərsən toksik təsir ola bilər, ürək bulanma, baş ağrı, daha narahatçılıq ola bilər. Bəzən xəstələrdə, məsələn, qaraciyəri xəstə olan insanlar gedirlər, müəyyən dərmanları, müəyyən prosedurları eləyirlər, amma sonra əziyyət çəkirlər. Ona görə qaraciyərin ödün funksiyası, mədə-bağırsağın eyni paraleldə yoxlanılması önəmlidir. Kefotitləri də nəzərə alın, mədə-bağırsaq xəstəliklərini də nəzərə alın, öd-qaraciyərdə olan problemlər, yəni bu təbii ki, klinikanın, məsələn, klinikamızda hər tərəfli müayinələr aparılır. Amma düzgün müayinə olunmadıqda o müalicələrin nəticəsi olmur. Biz, məsələn, istər testosteron, istər prolaktin, məsələn, bu analizlər mütləq yoxlanılmalıdır. Estradioldur, kortizoldur. Xəstə gəlir, məsələn, analizə göndərəndə çox vaxt istəmirlər. Deyirlər ki, bahadır, ya gedirik başqa yerlərdə eləyirik, düzgün alınmır, ya gedirik müalicə alırıq, müəyyən o qədər şampunlar istifadə eləmişik, kömək eləmir. Müayinə olunmadan aldığınız müalicələr üçün yəni sərf elədiyiniz vaxt da, pulunuz da hamısı hədər gedir. Vaxtında düzgün müayinə və müalicə aparılmalıdır. Bir də bizim özümüzün gözəl laboratoriyamız var. Mən öz laboratoriyamızda olan analizlərə daha əminəm və daha effektiv nəticə alıram. Ona görə ki, bəzən deyirlər, gedim başqa yerdə olsun, başqa klinikada. Mən buradan yenə də səsləndirəm. Həkim xəstəyə anamnez vaxtı bilir ki, hansı analizlər olunmalıdır. Gedib yerli, yersiz, lazım olan, olmayan görsüz analizlər verirlər ki, bu da xəstələr üçün təkrar müayinədən yayınmaq olur. Ona görə düzgün müayinə olunun və düzgün müalicə alın. Və müxtəlif serumlar, vitamin kompleksləri adı yazanlar var. Mən onu qeyd etməliyəm ki, Məlahət xanımın öz ixtirası var. Məlahət balzamları. Hansı ki, bu balzamlar saç dibində olan bir çox problemləri aradan qaldırmaq üçün çox effektlidir və uzun illərdir ki, istifadə olunur. Artıq illərdir var Məlahət balzamları. Bəli, 2012-ci ildən, 2010-cu ildən mən onun patentini almışam. Patent aldıqdan sonra bu balzam və gellər gündəmdədir və bugünə kimi də effekti çox yaxşıdır. Bax, məsələn, gələn xəstələr deyir ki, mən 2 il bundan qabaq almışdım, mənim çox yaxşıydı saçlarım, bugün dedim ki, gəlim yenə alın, bir müayinə olunum. Belə xəstələrimiz çoxdur və çox da sevinirəm ki, bu çox uğurlu balzam və gellərim
effekti çox yaxşıdır. Doktor, həm də profilaktik olaraq istifadə eləmək olur. Profilaktika sağlam saçım saçlar. istəyirəm gürlansın. Bəli, sağlam saçlar daha çox istifadə eləməlidir ki, saç xəstələnəndən sonra onun öhdəsindən gəlmək problem olur. Amma sağlam olan zaman saçlar normal olduğu halda müalicəni aparmaq düzgündür. Hal-hazırda çox sayda suallar gəlir və Çinarə Cənnətova adlı izləyicimiz Instagram səhifəsindən belə bir sual ünvanlayıb. Salam Günay xanım, Məlahət xanımı da salamlayıram. Mənim saçlarımın ucları saç qıran olur və uzanmır, dayanır saçlar. Bu nədən ola bilər? Xahiş edirəm bu sualımı Məlahət xanıma ünvanlayın. Burada təbii ki, saçın qidalanması zəifdir. Normal saçın qidalanması olsa o uclarda qırılma, qırılma olmaz. Amma əgər saçın özündə, dərisində yağlılıq, kəpək, qızartı varsa mütləq o müalicə olunmalıdır. Yox, heç nə yoxsa, uzanmırsa, qırılırsa, quruluq varsa vitamin balansını normallaşdırmaq daha önəmlidir və düzgün müayinə olunun, o dərmanları da düzgün istifadə edin. Aha, bax yenə saç tökülməsi ilə bağlı suallar ünvanlayırsınız. Hər kəs deyir, saçım tökülür, səbəb nə ola bilər? Təbii ki, biz bu cümlə ilə bu haqda heç nə söyləyə bilmərik. Doktorumuz sizi müayinə etməlidir və sizə belə bir fürsət yaradır, dəyərli Məlahət xanım. Hal-hazırda Nərgiz Tibb Mərkəzində bizim izləyicilərimizə saçın mikroskopik müayinəsi ödənişsiz şəkildə təklif olunur. Bu, sizin saç dibiniz haqqında, saçlarınız haqqında ətraflı məlumat toplamaq üçün çox gözəl bir vasitədir. Ona görə də bax elə probleminizin kökünü məsələ bu müayinədə və doktorumuzun qəbulunda tapa bilərsiniz və Gəncədən də bizə çox yazanlar var. Deyirlər, aşırı saç tökülməsindən əziyyət çəkirik. Deyir, düşünürdük ki, fəslə bağlıdır, amma bu saç tökülməsi dayanmır, getdikcə artır, saç diblərimiz görünməyə başlayır və mənə görə insanın ən gözəl aksesuarı onun saçıdır. Saçlar ona çox gözəllik verir. Çox önəmlidir və mən buradan Gəncədən və Gəncə ətrafından bizi izləyən izləyicilərimizə səslənmək istəyirəm. Dəyərlilərim, bax çox sual verirsiniz. İnşallah noyabrın 15-i Məlahət xanım və Nərgiz Tibb Mərkəzinin həkim heyəti Gəncədə olacaq. Noyabr ayının 15-də Gəncə Logosda. Qəbullara yazılmaq üçün 051 388 70 70 və Qubadan da çox sual verirdiniz. Doktorumuz nə vaxt gələcək deyə, nə vaxt biz onu görəcəyik, nə vaxt qəbuluna yazıla biləcək. Noyabrın 29-u isə Qubada dəyərli doktorumuz öz həkim heyəti ilə gələcək və bu dəfə də Quba şəhəri Logos Psixoloji Mərkəzində qəbullar keçirəcək. Məlahət xanım, uğurlarınız bol olsun. O görüntüləri yenə görmək istəyirəm. Artıq uzun illərdir ki, fəaliyyət göstərən Nərgiz Tibb Mərkəzində parazitologiya şöbəsi də fəaliyyətə başladı və mən də çox sevinirəm ki, mən də gəldim, özümü çatdırdım. Düzdür, çəkilişlərdəydim. Son anda gəlsəm də o lentin kəsilməyinə çatmasam da, amma mən çox sevinirəm Məlahət xanımın bu uğurlarını görəndə. Çünki daim əziyyət çəkən, gözəl nəticələr verən bir həkimimizdir və dünyanın elə bir yerindən yoxdur ki, onun yanına gəlməsinlər və elə məsələlər var, bax, dəri xəstəlikləri ilə də bağlı izləyicilərimiz suallar verirdilər ki, elə dəri xəstəlikləri olur, Allah göstərməsin, bunu yaşayan bunun çətinliyini bilər, o qədər həyat keyfiyyətləri aşağı düşür ki, həyatdan bezirlər, həyat eşqləri sönür. Bədbinləşirlər, ruh düşkünlüyü yaranır, məsələn, məclislərə getmirlər, sosiallaşa bilmirlər. Belə insanlar çoxdur. Ona görə də Allah hər kəsə... Hətta xaricdən belə Məlahət xanımın yanında gəlib şəfa təpan insanlar var. Hansı ki, elə bir xəstəliklər var ki, onların müalicəsi yalnız Nərgiz Tibb Mərkəzində təbii üsullarla Məlahət xanımın başçılığı altında aparılır. Və orada bir kompleks yanaşma var. Orada çox peşəkar bir həkim heyəti var. Və bayaq Məlahət xanım verilişin əvvəlində söylədi, analizlər. Hansı ki, xüsusi reaktivlər var. Bu reaktivlər sayəsində doğru, düzgün nəticələr əldə etmək mümkündür. Buyurun Məlahət xanım, son olaraq sizdən müraciət edin. Təbii ki, hər kəs öz sağlamlığı üçün daha çox çaba göstərməli, daha çox diqqət eləməlidir öz sağlamlığına. Sağlamlığı olan insanın hər bir işi yaxşı olur. Sağlamlığı olan insanın saçları da gözəl olur, baxışı da gözəl olur, dərisi də gözəl olur. Sağlam olmayan mədə bağırsaq, sağlam olmayan qaraciyər, öd dəridə, saçda özünü mütləq göstərir. Ona görə hər kəsə can sağlığı, gözəlliyi, sağlamlığı arzulayıram və çalışın ki, sağlam olarkən özünüzü qoruyun. Xəstələnib həkimləri gəzməkdənsə, sağlam olarkən saçlarınızı, dərinizi qoruyun ki,
o qayıdıb xəstələnəndən sonra sizə əziyyət verməsin. Elə Məlahət xanımın bu gözəl, dəyərli fikirləri ilə bugünkü verilişimizi yekunlaşdırırıq. Sonda mənim